Parabola və absis oxu ilə hüdudlanmış fiqurun sahəsini tapın. Burada ilk öncə parabolanın düsturunu yazaq, yəni tənliyi nə formada olacaq. Hatta funksiyanın daha doğrusu düsturu nə şəkildə olacaq. Y bərabərdir ax minus m kvadratı üstə gələnsin n. Yəni təpə nöqtələrindən istifadə etsək. Y bərabərdir. Burada təpə nöqtəsinin absisi 0-a bərabərdir. Ordinatı isə 12-yə bərabərdir. Deməli, alırıq ax kvadratı üstə gələnsin 12 və x1 bərabərdir mənfi 2, x2 də bərabərdir 2. Sıfırlarımız var, funksiyanın sıfırları var. Birini istifadə edə bilərik. 0 bərabərdir a vurulsun. Mənfi 2 və ya 2-nin kvadratı 4 eləyəcək, üstə gələnsin 12. Buradan da a bərabərdir mənfi 3 tapırıq. Deməli, parabolanın düsturu olacaq mənfi 3x kvadratı üstə gələnsin 12. Və artıq inteqrallaya bilərik sahəni tapmaq üçün. İnteqralımızın sərhədləri mənfi 2-dən 2 olduğu üçün integral mənfi 2-dən 2-yə mənfi 3x kvadrat üstə gələnsin 12 dx. Burada mənfi 3-ü mütərizə xaricdən çıxara da bilərik, çıxarmaya da bilərik. Yəni, alınacaq mənfi 3 vurulsun, x kubu bölünsün 3 üstə gələnsin 12x. Sərhədlər mənfi 2-dən 2-yə bərabərdir. X-larımıza aparsaq mənfi x, sadəcə mənfi x kubu qalır. Üstə gələnsin 12x və mənfi 2-dən 2-yə bərabərdir. 2 yazsaq yerinə mənfi 8 üstə gələnsin 12 vurulsun 2, 24. Çıxılsın, aşağı sərhəddə yazsaq mənfi müsbət 8 eləyəcəkdir. Çıxılsın mənfi 24 olacaq, çıxılsın 24. Birinci alırıq müsbət 16, çıxılsın mənfi 16. Cavab da olacaq 16 üstə gəl 16, 32.